illərdə Rusiyada baş vermiş hadisələrin təsiri altında Xiyabani, 1945-46-cı illərdə 2-ci Dünya müharibəsinin təsiri altında Pişəvəri, İranda İslam inqilabının təsiri ilə şəriət mədarı hərəkətləri olub. 1995-ci ildən başlanğıcını götürən hərəkat isə daha çox Mahmud Əli Çöhrəqanlının adı ilə bağlıdır və SSR-nin dağılmasından sonra dünyada gedən proseslərin təsiri altında getdikcə vüsət almaqdadır. Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Professor Mahmud Əli Çöhrəqanlı. O, 1996-cı il parlament seçkilərində Təbriz seçki dairəsində namizədliyini irəli sürərək Cənubi Azərbaycanın milli hüquqları uğrunda tələbə təşkilatları tərəfindən universitetlərdə məhdud çərçivədə və gizli şəkildə gedən mübarizəni son dövr mübarizə tariximizdə ilk dəfə olaraq açıq müstəviyə çıxardı. Onun seçki təbliğatı imkanlarından istifadə edərək toplantılarda, iclaslarda apardığı milli təbliğat nəticəsində milli məhkürəmiz kütləvi xarakter almağa başladı. Tələbə yığıncaqları və tələbə təşkilatlarında müzakirə olunan məsələlər Çöhrəqanlı hərəkatından sonra artıq adi insanların da müzakirə mövzusuna çevrildi. 400-500 min Təbrizli ona səs versə də rejim onun məclisə getməsinə imkan vermədi. Bu isə Təbrizdə kütləvi etirazlara, mitinqlərə səbəb oldu. Millət yolundan döndərmək üçün ona böyük vəzifələr təklif olundu. Amma o millət fədaisi olmağı hər şeydən, hətta həyatından da üstün tutdu. Onun ən güclü müdafiəsini isə Azərbaycanın keçmiş prezidenti, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri mərhum Əbülfəz Elçibəy təşkil etdi. Əbülfəz Elçibəy həyatında yalnız bir şəxsiyyətin hüquqlarını müdafiə komitəsinin sədrliyini qəbul edib. O yeganə şəxsiyyət və həyatının son anına qədər dilindən düşməyən yeganə siyasi lider Doktor Çöhrəqanlıdır. Fars şovinizminin zindanlarında məruz qaldığı işgəncələr nəticəsində ağır xəstəliklərə düçar olan Doktor Çöhrəqanlının xaricdə müalicə olunması üçün ciddi kampaniyalar başlanılmışdı. Birləşmiş Millətlər və Beynəlxalq Əb Təşkilatının təsirləri və təzyiqləri nəticəsində Doktor Çöhrəqanlının müalicə olunmaq üçün İrandan çıxması mümkün oldu. Doktor Çöhrəqanlının İrandan çıxmağa nail olması və Avropa səfəri Güney Azərbaycanın qurtuluşu uğrunda hərəkatın yeni mərhələsinə çevrildi. Çünki Doktor Çöhrəqanlı çoxlarının fikirləşdiyinin əksinə olaraq yalnız müalicəsi ilə məşğul olmadı. Onun əsas məqsədi Fars şovinizminin çəkmələri altında inləyən xalqının, Güney Azərbaycan türklərinin boğulmuş harayını dünyanın qulağına çatdırmaq, dünyanın diqqəti və marağını bu məsələyə cəlb etmək idi. Doktor Çöhrəqanlı isə bunu bacardı. Canını ovucuna qoyaraq bütün qapıları döydü. Görüşməsi lazım olan bütün beynəlxalq qurumlar və təşkilatlarla görüşdü. Millətinə görə ən doğal və ən ibtidai haqlarından məhrum olunmuş və təhqir olunmuş millətinin səadətinə, rifahına və xoşbəxtliyinə görə. Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Doktor Çöhrəqanlı Avropada olarkən İsveç parlamentinin üzvləri, Avropa parlamentinin nümayəndələri, Avropa ölkələrinin hakimiyyət və müxalifət partiyalarının rəhbərləri, Birləşmiş Millətlər Təşkilatının İsveçdəki, Almaniyadakı, Fransadakı, Danimarkadakı nümayəndələri, Beynəlxalq Əb Təşkilatının rəhbərləri və nəhayət dünyanın ən mötəbər qurumlarından olan Avropa Şurasının baş katibi cənab Walter Schwimmerlə görüşdü. Doktor Çöhrəqanlı bütün görüşlərdə bəziləri kimi özünün yox, millətinin dərdlərindən danışdı. Güney Azərbaycanda 30 milyondan çox türkün öz insan haqlarından məhrum olunmasından, millətimizin səfalət və yoxsulluq içində yaşamasından, cavanlarımızın işsizliyindən, uşaqlarımızın qida çatışmazlığı nəticəsində müxtəlif xəstəliklərə düçar olmasından, narkomaniyanın geniş yayılmasından, millətimizin ağır əzab, əziyyətlərə məruz qalmasından, millətimizin hüquqlarının addımbaşı pozulmasından, millətimizin təhqir olunmasından, aşağılanmasından, öz milli kimlik və keçmişindən arındırılmasından, farslaşdırılmasından, millətimizin aydın fikirləri və haqlarını tələb edənlərinin həbsxanalarda çürüdülməsindən, didərgin salınmasından söhbət açdı. Çöhrəqanlı addım basdığı hər yerdə xalqını savundu və görüşdüyü hər kəsi millətimizin müdafiəsinə cəlb etməyi bacardı. Məhz onun və onun tərəfdarlarının Güney Azərbaycan və xaricdəki fəaliyyətləri sarsılmaz mübarizələri nəticəsində idi ki, müasir tariximizdə ilk dəfə olaraq Güney Azərbaycan məsələsi dünyanın ən mötəbər qurumları tərəfindən etiraf edildi və dünyanın ən mötəbər tribunalarında bizim böyük, başuca, tarix yaradan, qəhrəman, amma fars şovinizminin sitəminə məruz qalmış millətimizin bugünkü ağır vəziyyətindən danışıldı.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri Doktor Çöhrəqanlının və Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvləri, fəalları və tərəfdarlarının dönməz mübarizəsi nəticəsində dünyanın ən mötəbər beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsi, Amerika Dövlət Departamentinin İnsan Haqları Komitəsi və sair beynəlxalq təşkilatlar Güney Azərbaycanda 30 milyon insanın ən adi haqlarından məhrum edilməsi faktına diqqət yetirdilər. Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Doktor Çöhrəqanlının 45 günlük Azərbaycana, Bakıya səfəri də Güney Azərbaycan məsələsinin aktuallaşması və Güney Azərbaycanla bağlı hərəkatın güclənməsinə böyük təsir göstərdi. Onun 2002-ci il martın 16-sından başlayan və Türkiyə səfərinin əvvəlinə, yəni aprelin sonuna qədər davam edən Bakı səfəri ərzində ictimaiyyət ən çox ondan, onun fikirlərindən, yəni Azərbaycanın ümummilli problemlərindən danışdı. Martın 15-dən 16-sına keçən gecə Bakının Binə Hava Limanında Azərbaycanın tanınmış siyasi ictimai xadimləri və millət vəkilləri tərəfindən yüksək səviyyədə qarşılanan Kamuh lideri Doktor Çöhrəqanlı uzun müddətdən bəri onu həsrətlə gözləyən jurnalistlər üçün qısaca briefing keçirdi.